Biz hazırda Quba Soyqırımı Memorial Kompleksinin ərazisindəyik. 2024-cü ilin 31 mart günündə, yəni Azərbaycanlıların soyqırımı günündə Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə xanım Hacıyeva məlumat vermişdi ki, bizim mediaya yaxın günlərdə muzeyin fasad hissəsinin, ümumiyyətlə kompleksin bərpası işlərinə başlanılacaq. Yenidən 31 mart Azərbaycanlıların soyqırımı günü yaxınlaşır. Amma təəssüf ki, bugünəcən Quba Soyqırımı Memorial Kompleksində bərpa işlərinə başlanılmayıb. Erməni vəhşiliyinin əyani və canlı sübutu olan Quba Soyqırımı Memorial kompleksinin yenilənməyə ciddi ehtiyacı var. Kompleksin muzeyinin birinci və ikinci hissələrinə yağış suları damır. Bu səbəbdən divarlar həm içərdən, həm də çöl hissədən bərbad vəziyyətə düşüb. Yağıntılı havada binanın fasad hissəsindən daman su damcıları içəridə çətinlik yaradır. Muzeyin çöl hissəsindən problem daha qabarıq görünür. Üstəlik çıxış hissəsində beton divarın aralandığı da diqqət çəkir. Qeyd edək ki, Quba Soyqırımı Memorial kompleksi 1918-ci ildə ermənilərin Quba qəzasına basqını zamanı vəhşicəsinə öldürülən və quyulara qalaqlanan 10 minlərlə dinc insanın xatirəsinə ucaldılıb. Fəaliyyətə başladığı gündən indiyədək 1 milyondan çox insanın ziyarət etdiyi kompleks Qudyal çayın sahilində yerləşməsi səbəbindən tədricən yararsız vəziyyətə düşməyə başlayıb. Bizim media erməni vəhşiliyini canlı sübutu olan Quba Soyqırımı Memorial kompleksinin təmiri məsələsini keçən ildən diqqətdə saxlayıb. 2024-cü il 31 mart Azərbaycanlıların soyqırımı günündə Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevaya bu barədə sual ünvanlamışdıq. Xidmət rəisi Quba Soyqırımı Memorial Kompleks binasının il ərzində bərpasının nəzərdə tutulduğunu bildirmişdi. Hacıyeva konkret tarix açıqlamasa da kompleksin bərpa məsələsinin aktual olduğunu da bildirmişdi. Növbəti 31 mart Azərbaycanlıların soyqırımı günü ərəfəsindəyik. Amma kompleksdə hələ də təmir bərpa işlərinə başlanılmayıb. Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Faris Hüseynli bizim mediaya bildirib ki, Quba Soyqırımı Memorial kompleksində cari təmir işlərinin aparılması üçün lazımi tədbirlər görülür. Artıq layihə smeta sənədinin hazırlanması, xidmətinin satın alınması məqsədi ilə müvafiq prosedurlara başlanılıb. Cari təmir işlərinin yaxın zamanda aparılması planlaşdırılır. Aytəkin Alxaslı, Ayşən Rəhim, Pərviz Allahverdiyev, bizim media.